Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda lambarda basqın edilib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, paytaxtın Nəsimi rayon ərazisində yerləşən lambaların birində quldurluq hadisəsi qeydə alınıb. Şəxsiyyətini gizlətmək üçün maska ilə kamuflyaj olunan naməlum şəxs odlu silaha oxşar əşya ilə obyektə daxil olaraq pul tələb edib. Orada çalışan iki qadın işçini pulu verməyəcəkləri təqdirdə ölümlə hədələyib. Nəsimi rayon polis idarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı Savalan Balabəyli müəyyən olaraq saxlanılıb. Quldurluq hadisəsi obyektin təhlükəsizlik kameraları vasitəsilə də an-ban lentə alınıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.